Herkese salam. Dim 20 variant sınaq imtahanından birinci qrup sınaq nömrə 11-in izahına baxırıq. Demək, ilk sualda verilib metal sulfid maddəsi var. Kütləsi 48 qram, yanması zamanı ayrılan istilik 205 kilojouldur. Əgər 48 qramı yanan zaman 205 kilojoul istilik ayrılırsa, 820 kilojoul ayrıldıqda onun kütləsi nə qədərdir? Biz metalın kütləsini bilmirik, x yazaq. O kükürt də olur 32. Və qarşısında əmsal var, 2-yə də vururuq. X də bərabər olur 64. Bir də olur C variantı. Daha sonra ikinci sualda metafosfat turşusu molekulunda sigma və pi rabitələrin sayı. Metafosfat turşusu HPO3'dür. Biz bunun quruluşunu çəksək, H, oksigen, fosfor, qalan 2 oksigeni də bu formada birləşdiririk. Tək qatlar, qeyri-metallar arası tək qatlar sigma, 2 qatın da biri sigma, biri pi olur. Sigma rabitələrin sayı x, yəni 4-ə bərabərdir. Pi rabitələrin sayı y isə 2-yə bərabərdir. X bölü y 4-ü 2-yə bölsək edəcək 2. Sonra üçüncü sual. Hansı ifadələr doğrudur? Etandiol 1,2 adi şəraitdə mayedir. Etandiol 1,2 etilen glikoldur. 2 atomlu spirtdir. Maye haldadır. Bu doğrudur. Gliserin zəhərli maddədir. Gliserin zəhərli deyil. Etandiol 1,2 birli spirtdir. Etandiol 1,2'nin quruluşunu çəksək. Burada OH birləşən karbon əgər bir karbonla əlaqəlidirsə olur birli. Hər iki OH-ın birləşdiyi karbon bir karbonla əlaqəli olduğundan bu spirt birli spirtdir. 3 doğrudur. Gliserin su ilə müxtəlif cinsli qarışıq əmələ gətirir. Bu səhvdir. Çünki gliserin suda yaxşı həll olur və su ilə eyni cinsli qarışıq əmələ gətirir. Olacaq 3-də C variantı. Sonra 4-də amonium nitratının parçalanması zamanı NH4, NO3 alınır N2O və su. Alınan maddədə azotun oksijenləşmə dərəcəsi N2O-da olur müsbət 1. Natrium azotla reaksiya daxil olan zaman buradan alınır natrium 3, natrium nitrit. Əgər azotun yanında metal varsa onun oksijenləşmə dərəcəsi -3 olur. Demək, x-ən y-ın cəmini toplasaq 1 minus 3 eləcək -2, 4-də olur C variantı. 5-də hansı birləşmənin cis-trans izomeri yoxdur? Cis-trans izomeri olması üçün baxırıq. Birincidə A variantında var. Çünki biz görürük ki, bir tərəfdə CH3 brom, burada da C2H5 brom. Yəni o zaman olmaz ki, cis-trans izomer alt-alta eyni radikal düşmüş olsun. Məsələn, B-də də həmçinin burada karbona bir tərəfdən H, bir tərəfdən xlor. Buradan da H, brom. Bunda cis-trans izomeri var. Amma C variantına baxsaq. Birinci karbon, buradan H, buradan H. H2-ni açıq şəkildə yazsaq. Digər karbona C2H5 və brom birləşib. Bu hissədə uyğun gəlir, amma digər tərəfə baxsaq, eyni radikallar alt-alta düşməməlidir cis-trans izomer yaratmaq üçün. Amma burada eyni radikallar alt-alta düşdüyündən bu cis-trans izomer əmələ gətirmir. 5-də olacaq C variantı. Polimerləşmə dərəcəsi eyni olan polimetil metakrilat və poliizopren üçün eyni olan nədir? Vulkanlaşa bilməsi. Vulkanlaşa bilən, ümumiyyətlə, vulkanlaşma reaksiyası alkadenlər çox xarakterikdir. Poliizopren vulkanlaşa bilər, çünki alkadendir, amma polimetil metakrilat yox. Metil qrupların sayı, bunların quruluşlarını yazaq. Polimetil metakrilatı bu formada yazırıq. CH3, daha doğrusu. Bundan sonraki karbona CH3, buradan COO, CH3. Hidrogenləri də düzəltsək. Poliizopren isə CH3, karbon, CH2. Bura H, burada H2. Metil qruplarının sayı, yəni CH3-lə nəzərdə tutulur. CH3 sayı polimetil metakrilatda 2 dənə, poliizoprende 1 dənədir. Bunlar da eyni olmadı. sp2 hibrid orbital sayı. sp2 yalnız burada bu karbondadır. Burada isə sp2. Polimetil metakrilatda 3 dənə, poliizoprende isə 6 dənə olur. Bu da bərabər olmur. Karbon atomlarının sayı. Karbon atomlarının sayı baxsaq 1, 2, 3, 4, 5 dənə burada. 1, 2, 3, 4, 5 dənə də burada. Bu da doğru olur.
Yəni karbon atom sayı hər ikisi üçün eynidir. 6-da olur D variantı. 7. X maddəsi tətbiq olunur. Natrium şorasının alınmasında, suyun codluğunun aradan qaldırılmasında. Demək, natrium şorası natrium nitratının alınmasında natrium karbonat reaksiyada belədir, NO2 ilə reaksiyasından orada natrium şorası alınır. Natrium NO3, natrium NO2, bir də CO2 alınır. Həmçinin natrium karbonat suyun codluğunun aradan qaldırmasında istifadə olunur. 7-də D variantı. Sonra 8. Sikloalkan və alken. Molekülər kütlələri eyni homoloji sırada. Biri A-dır, biri X-dir. Tutaq ki, molekülər kütləsi eyni olan 2 dənə yəni sikloalkan da olsun. C3H6, alken də var. C3H6. Alkenin ilk nümayəndəsi karbonun sayı 2-dən başlayır. Yəni, indi birincisi bizdə sikloalkandır. Sikloalkanlarda ilk nümayəndə 3-dən başlayır. Bu olsun A. Yəni, onun yeri birincidir. Amma propen isə alkenlərin ikinci nümayəndəsidir. Onun yeri 2-dir. Yəni, X A-dan bir vahid çoxdur. 1 üstə 1, 2-yə bərabərdir. Olacaq 8-də A variantı. Sonra 9. Metan və propan. CH4, CH8. 1, 2, 3 yazırıq. Molekulda 2 qeyri-polyar kovalent rabitə var. Alkanlarda qeyri-polyar kovalent rabitə sayı karbon sayından bir vahid əksirdir. Metanda ümumiyyətlə yoxdur. CH8-də də karbon sayından bir vahid əksir, yəni 2-yə bərabərdir. Bunun quruluşu. Çəkərək də görürük ki, həqiqətən 2 dənə qeyri-polyar kovalent rabitə var. Bu uyğun gəlir ikinciyə. Daha sonra molekulda 4 sp3 hibrid orbitalı var. Yəni bir karbonun 1 sp3 4 dənə sp3 hibrid orbitalı deməkdir. Bu aiddir metana. Çünki bunun bir karbonu var, o da 4 sp3 hibrid orbitalı deməkdir. Bucaq quruluşludur. Bunların hər ikisi bucaq quruluşludur. sp3 hibrid orbitalı bucaq əmələ gətirir. 109 dərəcə 28 dəqiqəlik. 3 də uyğun gəlir bura. Adi şəraitdə qaz halındadır. Alkanların ilk 4 nümayəndəsi metanla butan da daxil olmaqla qaz halındadır. Olacaq 2, 1, 3, 4, 9-da Y variantı. 10-da bərabər kütlədə götürülmüş hidrogen və oksigenli reaksiyasından 18 qram su alınmışdır. İlk olaraq reaksiya tənliyini yazsaq. 2H2 plus O2 alınır 2H2O. 18 qram su alınıb. Və deyir ki, bərabər kütlədə götürülüb. Bu da bərabər deyirsə, MM yazaq ikisinin. Demək, hər hansı birindən artıq qalıb. Artıq qalanı tapmaq üçün. Yuxarı şərtdə verilən kütləsini yazdıq. Yəni, bərabər kütlədə dediyi üçün MM yazdıq. Aşağıya isə öz kütlələrini yazırıq. Hidrogenin ayrı 1-dir. İndeksinə və əmsalına da vursaq eləyir 4. Oksigində 32. Sonra yuxarını aşağıya bölürük. Hansı böyük olsa, demək ondan artıq qalır. Təbii ki, M-i 4-ə bölsək daha böyük qiymət alarıq. Ona görə artıq qalan olur H2. Biz də hesablamalar artıq qalan yox, tam sərf olunana əsasən aparırıq. İndi biz bundan M-i tapaq. 32 qram oksigen reaksiya daxil olanda görürük ki, 2 vur 18 qram su alınır. M qramından isə şərtdə verilib ki, 18 qram su alınır. Buradan da M bərabər olur 16-ya. Demək, hidrogen, oksigen. İndi burada neçə qram M artıq qalır. Burada M yazıbdır. Həmin M-dən dəyişik düşməsin deyə gəlin biz bunlara M ştrix edək. Yəni, hidrogen, oksigenin də başlanğıc kütləsi 16 imiş. İndi bizə deyir ki, hansı maddədən neçə qram artıq qalır? Biz artıq qalan maddənin hidrogen olduğunu müəyyən eləmişik. İndi biz tapaq görə hidrogen nə qədər sərf olunubdur? 2H2 32 qram oksigenlə 2H2, yəni onun kütləsi 4 qram edir. 4 qram hidrogen, 32 qram oksigenlə reaksiya daxil olur. İndi bəs 16 qram oksigen, M-16 tapmışıq. Görən neçə qram hidrogenlə reaksiya daxil olur? Bu da eləyir 2. Tənasübdən tapdığımız sərf olunan qiymətdir. Hidrogen əvvəl 16 qram idi. 12 qramı sərf olundu. 14 qramı da artıq qalacaq. Olur B variantı. Sonra 11.
Glikozanın qıcqırma məhsulları verilmişdir. Molekulda karbon atomları sayı 4. Karbon atomunun sayı 4 olan, buradan alınır butan turşusu. Yəni yağ turşusu C4H8O2. Molekulda üzvü maddədən söhbət gedir. 3 karbon olan süd turşusuydu. 2 karbonu olan da etil spirti idi. C2H5OH. Aha. İndi deyir ki, bunların hansından qaz halında olan maddə alınır? Butan turşusu qaz halında maddə alınır. Butan turşusu qaz halındadır. Bu doğrudur. Süd turşusu qaz halında deyil. Həmçinin etil spirt də qaz halında deyil. Ona əsasən biz götürsək, cavab yalnız 1 deyil. Cavabı götürüblər. Burada CO2 də alındığı üçün 3-cü reaksiya, yəni 3-cüdən alınan maddəni də qaz halında maddə kimi götürüblər. Amma söhbət üzvü maddədən gedir və karbon qazı üzvü maddə deyil. Əslində cavab yalnız 1 olmalıdır. Sonra 12. Hansı reaksiyadan etil benzol alınır? Birinci reaksiyadan alınacaq propil benzol. İkinci reaksiyadan alınır. Natrium 2CO3 çıxır, benzol alınır sadəcə. C6H6. Amma C variantında benzol, etilenlə reaksiya daxil olan zaman oradan etil benzol alınır. D variantında metil benzol alınır. Y variantında da yenə benzol alınır. 12'də olur C variantı. Sonra 13. Mis-2 sulfatı suda məhlulun elektrolizi. Üzərinə su gəlirik. Alınır mis, oksigen, sulfat turşusu. Elektroliz tənliklərində əmsallaşdırmanı rahat aparmaq üçün suyun qarşısını 2 atın ən birinci, digərləri rahatlıqla düzələcək. Katodda 0,5 mol maddə alınır. Katodda ayrılan misdir. 0,5 mol mis ayrılır. Bu zaman neçə qram sulfat turşusu da alınır? X. 2 molundan isə 2 vur, 98 qram. Buradan da x bərabər olur 49'a 13'də Y variantı. Hansı reaksiyaya getmir? Silisium H florla reaksiyaya daxil olur. Florla kükürlə də həmçinin D variantdakı reaksiyada gedir. Amma silisium hidrogenlə reaksiya daxil ola bilmir. 14'də olur Y variantı. Sonra 15. 1 mol doymuş bir əsaslı karbon turşusunu 10 mol suda həll etdikdə 25% məhlul alınmışsa bu turşu üçün hansı ifadələr doğrudur? Demək, doymuş bir əsaslı karbon turşusunun əməri CnH2NO2-dir. Yəni formulu CnH2NO2-dir. Əməri də olacaq 14'dən plus 32. Bu karbon turşumuz 10 mol suda həll edilib. 10 mol suda 10 mol H2. 10 vur 18, yəni 180 qram deməkdir. Onda ümumi məhlulumuz turşudan və 180 qram sudan ibarətdir. Burada da turşunun kütlə payı 25%-ə bərabərdir. Buradan da hesablasaq n bərabər olur 2. Yəni söhbət CH3, COOH sirkə turşusundan gedir. İndi doğruları seçək. Oksigenin kütləsinin hidrogenin kütləsinə olan nisbəti 8-in 1-ə kimidir. Oksigen burada 32 qramdır. Hidrogen isə 3 burada, 1 burada, 4. İxtisar eləsək 8-in 1-ə nisbətdə qalır. 1 doğrudur. Gümüş güzgü reaksiyasına daxil olur. Gümüş güzgü reaksiyasına karbon turşularından qarışqa turşusu və onun natrium kalium duzları daxil ola bilər. 2 səhvdir. Molekulda karbon atomlarının 7 hibrid orbitalı var. Bu COH-daki karbon sp2-dir, digəri sp3-dür. 4 burada, 3 burada, cəmi 7 hibrid orbitalı var, 3 doğrudur. Molekulda qeyri-polyar kovalent rabitə yoxdur. Baxsaq, biz bunu açıq şəkildə görürük ki, burada karbonlar arasında qeyri-polyar kovalent rabitə var. Olacaq 1-3-C variantı. 16. 4-cü dövr əlavə yarım qrup elementi olan X atomunda P elektronları bütün elektronların 48%-ni təşkil edir. Biz konfigurasiyanı əvvəldən yazmağa başlayaq. 2P6, 3S2, 3P, 6, 4S, X, 3D, Y yazaq. Çünki S və D-də bu bizim istisna olan mis və xrom kimi 4S-də 1 də ola bilər və yaxud ki mis xrom olmayıb 4S-də 2 də ola bilər. Amma bizə deyir ki, P elektronları, cəmi nə qədər P elektron var? 6, 6, 12. Bütün elektronların, yəni X-in 48%-ni təşkil edir. 100-ə vururuq.
bərabərdir 48-ə. Buradan da 1200-ü bölsək 48-ə, x bərabər olur 25-ə. Yəni elə biz bunu normal qaydada 4s2 3d5 şəklində yazırıq. X atomunda normal halda cütləşməmiş elektronların sayını tapın. Burada cütləşməmiş yalnız D yarım səviyyəsində olacaq. Çünki hamısı tək-təkdir. Yəni 5 dənə tək elektron olacaq. 16-da olur A variantı. 17. Alüminium, flor, natrium hidroksid reaksiya daxil olduğu maddə X. Yəni X elə bir maddə olmalıdır ki, bunların hər üçünə reaksiya daxil olsun. Hidrogen alüminiumla natrium hidroksidlə reaksiya daxil olmur. Oksigen alüminiumla daxil olur, amma flor natrium hidroksidlə daxil olmur. Sonra C variantında kükürt həm alüminiumla, həm florla, həm də natrium hidroksidlə reaksiya daxil ola bilir. Olacaq C variantı. 18. Hansı ionlar məhlulda eyni zamanda ola bilməz? Məhlulda eyni zamanda ola bilməz o deməkdir ki, bunlar bir-birinə reaksiya daxil olmamalı. Yəni ona görə onları biz eyni məhlulda saxlamırıq ki, bunlar bir-birinə reaksiya daxil olub hər hansı bir çöküntü və s. əmələ gətirsin. Yəni qısacası belə deyək ki, bir-biri ilə çöküntü əmələ gətirənləri eyni zamanda məhlulda saxlamaq olmaz. Gümüşün florla, NO3-lə bir çöküntüsü yoxdur. Magneziumun sulfatı, misin sulfatı bunlar da çöküntü deyil. Amma magnezium florla çöküntü əmələ gətirir. Ona görə biz onu eyni zamanda bu ionları məhlulda saxlaya bilmərik. Sonra 19. Dəmirin 2 valentli duzu alınır. Dəmir duru sulfatla 2 valentli duz əmələ gətirir. Kükürdlə də həmçinin 2 valentli duz əmələ gətirir. Dəmir kükürdlə 2 valentli duzunu əmələ gətirir. Xlorla isə 2 valentli duz bu olur. Xlorla isə dəmir xlor 3 əmələ gətirir. Bu da olur 3 valentli duzu. 19-da olacaq B variantı. Sonra 20. Demək 20-də sink qatı nitrat turşusu ilə reaksiya daxil olur. O zaman X maddəsi üçün hansı ifadə doğrudur? Sink qatı nitrat turşusu ilə NO əmələ gətirir. Qonur rəngli qazdır, səhvdir. Oksigenlə reaksiyası endotermikdir, xeyr. Molekulu 3 atomludur, xeyr. 2 atomludur. Duz əmələ gətirməyən oksiddir, bəli, doğrudur. 20-də olur D variantı. Hansı ionlar həm oksidaşdırıcı, həm də reduksiya edici xassəyə göstərir? Demək, dəmir minimum 0, aralıq müsbət 2, maksimum müsbət 3 göstərir. Aralıq həm oksidaşdırıcı, həm reduksiya edici olur. Minimum yalnız reduksiya edici, maksimum yalnız oksidləşdirici olur. Ona görə dəmir 2 müsbət göstərir. 1 götürülür. Sonra xrom. Xrom da minimum 0. Sonra müsbət 2, müsbət 3, müsbət 6 oksidaşma dərəcələri göstərir. Aralıq müsbət 3 ilə müsbət 2-dir. İndi burada müsbət 3 deyilib deyə həm oksidaşdırıcı, həm reduksiya edici olur. Xlor mənfi 1, 0, 1, 3, 5, 7 göstərir. Mənfi 1 ən minimum olanda bu zaman yalnız reduksiya edici olacaq. Alüminium isə 0 və müsbət 3 göstərir. Müsbət 3 bunun ən maksimumu, yəni maksimum olduğundan yalnız oksidaşdırıcı olacaq. 21-də olacaq 1, 2, D variantı. 22. Hansı maddə ilə reaksiyada hidrogenin qatlığının 2 dəfə artırılması reaksiyanın sürətini 8 dəfə artırır? Biz reaksiya tənliklərini yazacaq. A variantında hidrogen oksigenlə reaksiya daxil olur. 2H2O. Hidrogenin qatlığı 2 dəfə artsa, bu zaman 2 dəfə artırılsa, söhbət hidrogendən gedirsə, bu zaman sürət 2-nin kvadratı, yəni hidrogendən getdiyi üçün onun əmsalı qüvvətə gəlir. Bu zaman sürət 4 dəfə artmış olur. B variantında azot 3 molekul hidrogenlə reaksiya daxil olur. Qatlığı 2 dəfə artırsaq 2-nin üstü 3 edir 8, 8 dəfə artmış olur. 22-də B variantı. 23. 80 mol amonyakın artıq miqdar karbon dioksidlə reaksiyasında neçə kiloqram karbamid almaq olar? Amonyak karbon qazı ilə reaksiya daxil olur. Bu zaman alınır CONH2-dən 2 plus H2O. Bura 2 yazırıq, qalanlar düzəlir. Demək, 80 mol amonyak görək. Nə qədər karbon dioksidlə reaksiya daxil olur? X. 2 mol isə
Sadəcə olaraq bizə deyir neçə kiloqram karbamid alınır. Bu zaman X karbamid alınsın. 2 molundan isə 60. Buradan da X bərabər olur 2400 qrama. Amma bizdən sonuna kiloqramla dediyi üçün 1000-ə bölürük. Olur 2,4 kiloqram. Sonra 24. CnH8. Karbonun miqdarı 2 moldur. Kütləsi 27,2 olur. Demək, karbonun miqdarı 2 olanda kütlə 27,2-dirsə. Bəs görün, burada neçə karbonumuz var? N. N olanda kütlə nə qədərdir? Bunun MR-ni hesablayırıq. MR CnH8. Karbonun kütləsi 12-dir. İndeksinə vururuq 12N. Hidrogenin kütləsi 1-dir. İndeksinə vururuq 8. Olur 12N plus 8. 27,2N plus 24. 27,2N bərabərdir. 24N plus 16. Buradan da 3,24'ü çıxsa 3,2N bərabərdir 16'ya. N də bərabər olacaq 0,5'ə. Daha doğrusu elə 5'ə bərabər olur. 16'ını 3,2'yə böləndə. Bizdən də N'in qiymətini istəyir. N bərabər olur 5'ə. 25. Kalium oksid su ilə reaksiyaya daxil olur. Bu zaman alınır buradan kalium hidroksid. Əmsallaşdırsaq bura 2 yazırıq. Demək, 47 qram kalium oksid 353 qram suya daxil olur. Biz görək hələ bu 47 qram kalium oksid özünə neçə qram su birləşdirə bilir? X. Kalium oksidin də MR 39 olur 2-yə. Üzərinə 16. Gəlsə elde 94. Bu neçə qram su ilə reaksiya daxil olur? 18. X bərabər olur buradan 9'a. Yəni 47 qram kalium oksid özünə 9 qram su birləşdirir. Alınır 56 qram kalium hidroksid. İndi alınan məhlulda 56 qram kalium hidroksid var. Bu da 353 qram suya daxil edilmişdir. Bu kalium oksid. Suyun 9 qramı sərf olundu. Qaldı 344. Son məhlulda oldu 344 qram su, 56 qram kalium hidroksid. Surətdə 56 yazırıq. Aşağıda isə məhlulun ümumi kütləsi 56 plus 344. Vururuq da 100%-ə. Bu da edəcək 14%. Sonra 26. Gümüşlə əmələ gətirdiyi çöküntünün rəngi sarı, ağ, sarımtıl. Gümüş xlorla ağ rəngli çöküntü əmələ gətirir. Y olur xlor. Sarımtıl olur bromla. Sarı olur yodla. Onda bu halogenlər hansı ardıcıllığına yerləşir? Xlor, yəni Y, brom, yod. Brom olur Z, yod da olur X. Hansı reaksiya gedir? X su ilə, X yoddur, yod su ilə reaksiyaya daxil olmur. Y2 plus S, Y xlor S ilə, yəni kükürdlə reaksiyaya daxil olur. Z plus natrium X. Halogenlərdə yuxarıda yerləşən, aşağıda yerləşən duzundan çıxara bilir. Yəni Z hansıdır? Bromdur, X yoddur. Brom yoddan yuxarıdadır, yəni onu çıxarda bilir, 3-də gedir. X2 plus natrium Y. X2 yod Y-dən, xlordan aşağıdadır. Aşağıda olanın yuxarı gücü çatmır, yəni 4-cü reaksiya getmir. Olur 26, 2, 3. 27. Dimetil amin. Dimetil amin deyirsə, dimetil yazırıq. Amin, yəni NH. Çünki bu artıq ikili amin olur. Sonra bu oldu A variantı. B'də fenilamin C6H5 NH2'dir. NH2 olanda birli, NH olanda ikili, N olanda üçlü amin olur. Trimetil amin deyirsə, metildən 3 dənədir. Yəni NH2-dəki üçün hamısı əvəz olunub, qalıb N. Sonra D variantı. Dimetil etil amin.
dimetil, etil, amin. Sonra Y'de izopropil amin. C3H7 NH2. NH olan ikilidir. Yəni 2-yə uyğun gəlir A. C6H5 NH2. NH2 isə birlidir. Tək N-dirsə üçlüdür. Burada tək N-dir olur üçlü. NH2'dir. Bu da olur birli. B, Y, A, C'dir. 28. Alkin verilib, hidrogenlərin sayı 6'dır. Alkinlərin ümumi formulu CnH2-2. Burada 6 hidrogen varsa, hidrogenlərin sayını 6'ya bərabərləsə, N bərabər olur 4'ə. Formul C4H6'dır. Və deyir ki, 2 dənə metil qrupu var. Biz quruluşu elə çəkməliyik ki, 2 dənə metil olsun. Bu da belə yazaq. 3 qat ortaya açsaq, bu formada yaza bilərik. Alkinin quruluş formulunu yazdıq və səmərəli üsulla adını yazın. Demək, biz 3 qatlı olan karbonları götürürük. Kənardakı ilk olaraq radikalların adını, sonda isə asetliyin sözünü əlavə eləyəcək. Radikalımız metildir. Metildən 2 dənədir. Deyirik dimetil. Sonda isə asetliyin sözü dimetil asetilin olacaq. Bu da olur ikinci. Sonra fosfinin tam yanma reaksiyasının təliyini yazın və əmsallaşdırın. Fosfin pH3'dür. O yanan zaman əmələ gətirir. P2O5 və H2O. İndi əmsallaşdırsaq. Elə bura 2 yazırıq. Bura 3. Burada 4 yazsaq düzələcək. Sonra 30. Demək, natrium hidroksid məhlulu var. Onun həcmi 400'dür. 400 milli. Litrə çevirək 0.4 minə bölürük. Qatılığı da 2'dir. Nü bərabərdir C vur V'dən. Bunun maddə miqdarını tapsaq 2 vur 0.4 elədi 0.8. Sonra orta fosfat turşusu. Həcmi 200 millidir. Litrə çevirmək üçün minə böldüm 0.2 litr. Qatılıq da 2. Bunda nü bərabərdir C vur V'dən. Bu da olur 0.4 mol. İndi deyir, bu reaksiyanın alınan duzun formulunu yazın və kütləsini hesablayın. Natrium hidroksid və H3PO4 reaksiyaya daxil olur. İndi biz bilmirik burada hansı nisbətdə götürülübdür. Amma baxırıq ki, biz burada natrium hidroksidini hesabladıq ki, mol miqdarı 0.8'dir. Orta fosfat turşusu da 0.4'dür. İxtisar eləsək, bu 1 qalır, bu 2. Yəni 2'nin 1'ə nisbətdə götürülübmüş. Onda buradan alınacaq natrium 2 HPO4 bizdən sadəcə o duzun formunu istəyir. Amma indi əmsallaşdırsa, reaksiyanda yazsaq, buradan su da ayrılır. Bu formada olur. Bizdən duzun formunu istəyir. Duzun formulu oldu natrium 2 HPO4, yəni natrium hidroortofosfat. Və onun kütləsini hesablayın. Aha. Baxaq. 2 mol natrium hidroksid. İndi biz baxaq ki, bizim natrium hidroksidimizə 0.8 mol verilib şərtdə. H3PO4 isə 0.4'dür. Hər ikisi verilib. Biz görək hansı artıq qalır. Ki biz artıq qalan yox, digəri ilə hesablamanı aparırıq. Artıq qalanı tapmaq üçün də yuxarı şərtdə verilən molları yazırıq. Aşağıda da öz mollarını yazırıq. Yuxarını bölürük aşağı. 0.8'i 2'yə bölürük 0.4. 0.4'ü 1'ə böldüm 0.4. Eyni qiymətlər aldımsa hesablamanı hansına görə istəsəm apara bilərəm. Amma hansısa biri digərinə böyük olmuş olsaydı, demək biz hesablamanı kiçik olandan aparacaqydıq. İndi burada hər ikisi eyni qiymət aldığından fərqi yoxdur. Hansına əsasən hesablamanı istəsək apara bilərik. 2 mol natrium hidroksid reaksiyaya daxil olduqda buradan neçə qram natrium hidroortofosfat tuzu alınır? MR-ni hesablasaq edir 142. Natrium hidroksidin mol miqdarında şərtdə 0.8 verib. Bu zaman neçə qram duz alınır? M. Buradan da M bərabər olacaq 56,8'ə. Bu da olur ikincinin cavabı.